Ümumiyyətlə, az sayda insan mənəvi inkişaf fikrindədir. Çoxları mənəviyyatda aza qane olur və deyir ki, məsələn, elə cəhənnəmdən qurtarsam bəsdir, cənnətin qapısından içəri girsəm kifayətdir. Ustad Amuli deyirdi ki, cəhənnəmə getməmək hünər deyil, Cavadı Amuli. Ora dəlilər də getməyəcək, əqli qüsuru olan insanlar, uşaqlar da getməyəcək. Bu böyük bir hünər deyil. Quran məntiqinə müraciət etsək, insan daim yüksəlmək fikrində olmalıdır. İnsan dünyada, bilirsiniz, özünü necə hiss etməlidir? Müsabiqə halında. Bu müsabiqə daha yaxşı olmaq uğrunda müsabiqədir. لِيَبْلُوَكُمْ اَيُّكُمْ اَحْسَنُ عَمَلًا Allah yaradıb görsün kim daha yaxşı əməl sahibidir. Keçən dəfə dedik, insan pislə yaxşı arasında seçim etmək üçün dünyaya gəlməyib. İnsan yaxşı ilə daha yaxşı arasında seçim etmək üçün dünyaya gəlib. İnsanın imtihanının mənası pislə yaxşı arasında seçim etmək deyil. Pislə yaxşı arasında yaxşını seçmək böyük hünər deyil. Yaxşıdan daha yaxşını, daha dürüstü, daha doğrunu seçmək böyük bir hünər sayılır insan üçün. Və dinin əsas məqsədi insanı bədbəxtçilikdən qurtarmaq deyil. Bu dinin ibtidai işidir. Din gəlməyib bizi bədbəxtçilikdən qurtarsın. Din gəlib bizi xoşbəxtliyin zirvəsinə uzatsın. Din gəlməyib ki, bizi günahdan uzaqlaşdırsın. Günahdan uzaqlaşmaq dinin əlifbasıdır, ilk addımıdır. Dinin ən son məqsədi bu deyil ki, biz günah etməyək. Din gəlib bizi kamilliyin ən uca zirvələrinə qaldırsın. Dinin məqsədi budur. Və insan öz fitrətinə müraciət edərsə, öz daxilinə müraciət edərsə, görər ki, insan belə bir varlıq deyil. Məsələn, bir yeməkdir, pişirmişik, onu gərək soyuq yerdə saxlayaq ki, xarab olmasın. İnsanın son istəyi bu olmamalıdır ki, xarab olmasın. İnsan inkişaf fikrində olmalıdır. İnsan bir billur deyil, bir qiymətli daş deyil ki, onu qoruyaq ki, sınmasın. Son məqsəd bu deyil. İnsanın əsas məqsədi daim inkişaf etməkdir, yaxşılıqlarda qabağa getməkdir. İnsan inkişaf etmək üçün yaranıb. Bu insanın fitrətinin tələbidir. İnsan belə bir fitrətə sahibdir.